Bəzən bir insanın həyatına baxırsan, maddi olaraq əldə edə biləcəyi, demək olar ki, hər şeyi əldə edib, kənardan xoşbəxt görünür. Amma sanki daxilində böyük bir boşluq var. Təkcə maddi olaraq hər şeyi əldə edən insanlar bura daxil deyil, eyni zamanda özünü maddi olaraq güvəndə hiss edən şəxslərin də daxilində böyük bir boşluq olur. Və yaxud da həyatda özünü müəyyən qədər xoşbəxt hiss edən insanlar olur ki, onlar da daxilində nəsə bir çatışmazlıq olduğunu qeyd edir və onları danışdıranda deyirlər ki, mənim ailəm var, işim var, evim var, maddi olaraq qazancım olur. Amma yenə də sanki nəsə çatmır və mən özümü bu həyatda xoşbəxt hiss edə bilmirəm. Bəzi hallarda da belə olur ki, insan özünün bu boşluğunun maddi gəlirlə əlaqəsini xüsusilə vurğulayır. Mənim evim yoxdur, maşınım yoxdur, əldə edə biləcəyim maddi bir şey olmadığına görə mən özümü bu qədər boşluqda hiss edirəm, mən özümü bu qədər çarəsiz hiss edirəm deyə şikayətlənir. Ehtiyaclar piramidasına nəzər salsaq, burada görərik ki, insanın ehtiyacları pillə-pillədir. Yəni bizdə ən təməl ehtiyaclar qarşılanır və onlar pillə-pillə inkişaf edir və ən yuxarıda insanın özünü təyin etmə, özünü reallaşdırma ehtiyacı dayanır ki, mən bugünkü mövzunu buna həsr edirəm. İnsanın özünü reallaşdırması, həyatda öz missiyasını tapması. Əslində buna yanaşmalar fərqli ola bilər. Yəni insan düşünə bilər ki, bizim həyatda missiyamız yoxdur, elə sadəcə yaşamaq üçün, öz maddi ehtiyaclarımızı qarşılamaq üçün gəlmişik. Amma mən düşünürəm ki, hər bir insanın bu dünyada bir missiyası var. Yəni biz hər birimiz dünyada nə isə etməyə gəlmişik və onu tapandan sonra bizim həyatımız xoşbəxt və huzurlu olur. Yəni gördüyünüz kimi bayaq göstərdiyim piramidada biz ən başdakı, yəni özünü reallaşdırma səviyyəsinə gəldikdə, hətta dırnaq içərisində qeyd edir. Bu piramida ilə bağlı yeni araşdırmalar da var və burada özünü reallaşdırmadan daha sonraki pillələr də əlavə olunub. Əgər tapsam bu hissədə yerləşdirəcəm. Özünü reallaşdırma mərhələsinə gələndə insan özünü xoşbəxt və huzurlu hiss edir. Yəni mən özümü reallaşdırdım, artıq bu şəkildə yaşaya bilərəm deyə bilir. Bizim xoşbəxt olmamağımızın səbəbi, yəni özümüzü huzursuz hiss etməyimizin səbəbi həmin o ehtiyaclar piramidasının boş qalmasıdır. Ya özümüzü maddi olaraq güvəndə hiss etmirik, ya özümüzü reallaşdırmırıq və yaxud da hörmət, dəyər, sevgi görmürük. Bütün bunların hansındasa bir boşluq olursa, biz özümüzü xoşbəxt, dəyərli hiss etmirik. Bəs biz əgər müəyyən bir səviyyəyə gəlmişiksə, bu həyatda öz missiyamızı necə təyin edə bilərik? Bundan əlavə olaraq onu da qeyd edim ki, Viktor Frankl adlı bir psixoloq var. O qeyd edir ki, bir insan həyatda məna tapa bilməyəndə, həyat missiyasını təyin edə bilməyəndə özü üçün, o insan həyatda xoşbəxt ola bilmir. Amma insan həyatda məna tapdığı təqdirdə, o məna ilə insan xoşbəxt və huzurlu ola bilir. Yəni siz ən çətin bir şəraitə düşsəniz də, fiziki olaraq özünüzü narahat hiss etsəniz də, dərin bir məna tapsanız, o məna ilə həyatınızı davam etdirə bilirsiniz. Bu Viktor Frankl'ın sözüdür. Ola bilər ki, sizin fikirləriniz tamamilə fərqli olsun. Bu barədə öz fikirlərinizi yaza bilərsiniz. Və bir məqamı xüsusilə qeyd etməliyəm ki, bəzən insan düşünür ki, özünü reallaşdırmaq, özünü təsdiq etmək bizə yüklənmiş müəyyən dırnaqarası missiyaların edilməsi ilə olur. Yəni uşaqlıq dövründən bizə kodlanmış məlumatlar var. Hansı ki, sən universitet bitirməlisən, yaxşı bir işdə çalışmalısan, ailə qurmalısan, övlad dünyaya gətirməlisən və onların yaşamını təmin etməlisən. Və bununla da insan özünü tam hiss edə bilər, xoşbəxt hiss edə bilər. Amma təəssüflər olsun ki, bütün o bizə proqramlanmış kodlar bizim həyat keyfiyyətimizi artırmır. Bəzi insanlarda bu hətta daha pis bir vəziyyətə də gəlib çıxa bilir. Bəs həyat missiyası nədir və biz onu necə tapa bilərik? Özümüzü necə xoşbəxt hiss edə bilərik və bu həyatda nə etməli olduğumuzu necə təyin edə bilərik? Mənə görə həyatın missiyası insanın birinci növbədə özünü təyin etməsi, özünü tanıması, öz dəyərlərini anlaması və bu həyatda nə etmək istədiyini başa düşməsi. Qısaca olaraq mən öz həyat hekayəm haqqında sizə danışacağım. Düşünürəm ki, sizin üçün də bir motivasiya olar. Bundan sonra həyat missiyanızı təyin etmək üçün özünüzə hansı sualları verməlisiniz, hansı suallar ətrafında həyatınızı araşdırmalısınız, bu barədə danışacağım. Mən ilk olaraq filologiya fakültəsində təhsil almışam və universitetdə oxuduğum dövrdə gördüm ki, bu təhsil mənim üçün deyil. 3-cü kursdan sonra mən ixtisasımı dəyişməklə bağlı düşündüm. Açığını desəm, yüksək bal topladığım üçün filologiya fakültəsini məsləhət gördülər və filologiya fakültəsində çox yüksək qiymətlərlə bitirdim. Baxmayaraq yüksək qiymətlərlə bitirmişəm, amma orada oxuduğum məlumatların heç birində yadımda deyil. Çünki mən orada sadəcə oxumaq üçün oxuyurdum. Bundan sonra psixologiya elmindən tanış oldum və psixologiya elmindən tanış olanda sanki məndə çox fərqli bir hallar müşahidə olundu. Ona görə ki, mən özümdə bir çox problemləri psixologiya oxuyaraq həll etmişdim və bunu həll etdikcə, baxmayaraq ki, ətrafımda da mənim kimi özündə
bir çox problemlər olan şəxslər özündə həmin problemləri psixologiya elmi vasitəsilə aradan qaldırmışdı. Amma onlardan fərqli olaraq bu məndə davamlı formada oldu və mən düşündüm ki, əgər mən bu problemi özümdə aradan qaldıra bilirəmsə, niyə də mənim kimi minlərlə bu problemi yaşayan insanlara dəstək olmuyum? Və həmin istiqamətdə addımlar atdım. Təbii ki, bu yol o qədər də asan olmadı. Bu istiqamətdə addımlar atdım və bu yerə qədər gəldim. Düşünürəm ki, bir insan həyatda öz missiyasını tapmaq üçün ilk növbədə özünə bəzi sualları verməlidir. Və bizim günümüzdə gənclərin bu işdən o işə getməsi, pul qazanmaq üçün başqa bir sahəni seçməsi, marağına uyğun başqa bir sahəyə getməsi bizim beynimizdə bir ziddiyyət yaradır və bu ziddiyyətdən biz qurtula bilmirik. Ona görə də həyatda nə etmək istədiyimizi də təyin edə bilmirik. Bir tərəfdən pul, maddi ehtiyacımız yaranır. Digər tərəfdən ola bilər ki, bizim hansısa bir istəklərimiz var. Bunlar üst-üstə düşmür. Yəni istəklərimizlə maddi gəlir əldə edə bilmədiyimiz üçün gedib başqa bir ixtisası seçirik. Və onu da etiraf edim ki, mən də belə bir situasiyadan keçmişəm. Magistratura oxuduğum dövrdə fərqli bir sahəni öyrənmişəm. Düzdür, hazırda da həmin sahə üzrə davam edirəm psixologiya ilə yanaşı. Amma bu mənim reallaşdırmaq istədiyim, özümü gördüyüm ixtisasımı inkişaf etdirməyimə heç bir maneə olmur, əksinə dəstək olur. Digər bir məsələ. Bəzən insan məqsədlər qoyur qarşısına və düşünür ki, bu onun həyat missiyasıdır. Amma məqsədlər bizə keçici həzlər verir. Yəni biz məqsədi qoyuruq, məqsəd üzrə addımlayırıq. Məqsədə çatandan sonra özümüzü müəyyən qədər tam hiss edirik. Bundan sonra başlayır bizdə yenə həmin boşluq hissi, yenidən məqsəd qoyuruq və ona doğru addımlayırıq. Və bəzi insanların həyatı bu şəkildədir. Məqsəd qoymaq, məqsədə çatmaq, bir də məqsəd qoymaq, məqsədə çatmaq və bu şəkildə həyatını davam elətdirir. Əslində onun həyatına verdiyi məna da o şəkildədir və ona müəyyən qədər zövq ala bilər. Amma həyat missiyasını tapmaq tamamilə fərqli bir şey. Özünüzə verəcəyiniz sual budur. Mən nə edəndə zamanın boş keçdiyini hiss etmirəm, ümumiyyətlə zamanın necə keçdiyini hiss etmirəm. Məsələn, ola bilər ki, siz yazı yazanda bunu belə görürsünüz. Ola bilər ki, siz kitab oxuyanda bunu belə müşahidə edirsiniz. Ola bilər ki, uşaqlara dəstək olanda, ola bilər ki, insanlarla ünsiyyət quranda, ola bilər ki, siz təlimçisiniz və insanların qarşısında çıxış edəndə zamanın necə keçdiyini unudursunuz. Ona hazırlıq prosesi belə sizə bir zövq verir. İlk olaraq bunu təyin etmək lazımdır. Əgər sizin həyatınızda belə bir şey yoxdursa, onda tövsiyə edərdim ki, həyatınızda fərqli aktivlikləri artırasınız. Fərqli bir işlərlə məşğul olasınız və onlardan hansının sizə daha xoşbəxt etdiyini, sizə aid olduğunu təyin edəsiniz. Mən universitetdə təhsil alan zaman təlimçilik fəaliyyətinə başlamışdım və orada həqiqətən özümün var olduğumu hiss edirdim. İnsanlara fayda vermək, onların problemlərini həll etmək, hansısa bir insan psixoloji bir problemdən əziyyət çəkir və mən ona öyrəndiyim, təcrübədən keçirdiyim biliyi ötürəndə və bu insanın həyatına təsir göstərəndə özümü bu həyatda çox xoşbəxt və huzurlu hiss edirəm. Və bu sual sizin həyatınızda ona görə dəyişiklik yarada bilər. Yəni nə edəndə mən özümü xoşbəxt hiss edirəm və zamanın necə keçdiyini bilmirəm. İkinci əsas sual budur. Bu dünyada olan hansı əsas problem məni narahat edir? Baxın, bu çox vacib bir sualdır. Çünki həyatda uğur qazanan insanların, öz missiyasını tapan insanların əsas açarı budur ki, o insanlar problemləri həll edir. Yəni öz ixtisası ilə bağlı, öz sahəsi ilə bağlı müəyyən bir problem haqqında düşünür və bu problemi həll edir. Misal üçün, mən dediyim kimi özümdə olan problemləri ilk olaraq müşahidə etdim, bunları həll elədim və düşündüm ki, bu barədə insanlara da dəstək ola bilərəm. Siz də öz-özlüyünüzdə düşünün. Əgər insanların fiziki problemlərini həll eləmək sizin üçün rahatdırsa, bu sahələri araşdırın. Misal üçün, bir insan əlildir və fiziki məhdudiyyətlidir. Siz ona fiziki olaraq dəstək olanda özünüzü xoşbəxt hiss edirsinizsə, demək ki, sizin həyat missiyanız orada gizlənə bilər. Və yaxud da siz uşaqlara dəstək olmaq, uşaqlarda özgüvən problemlərini aradan qaldırmaq, bir işi görəndə özünüzü xoşbəxt hiss edirsinizsə, deməli o istiqamətdə addım atmaq vacib. Ümumiyyətlə, həyatda məşhur olan hər bir şey problem həll etmək üzərində olur. Məsələn, bizim işimizi asanlaşdıran bir şeylərə biz daha çox pul ödəyirik, onu daha çox yüksəldirik. Bu insan yəni bizə dəstək olur, bizə kömək edir deyirik. Yəni problem həll etmək istiqamətində düşünmək lazımdır bu baxımdan da. Sizin beyniniz də bu istiqamətdə fokuslansa, sizə zövq verə biləcək bir şeyi təyin etmək asan olur. Digər ən vacib suallardan biri budur. Bəlkə də bu sualı çox eşitmisiniz, amma mən istəyirəm ki, bu haqda daha çox düşünəsiniz. İllər keçəndən sonra mən yaşlansam, qocalsam və yaxud dünyamı dəyişsəm, insanların mənim haqda nə danışmağını istəyərdim. Necə bir insan kimi məni xatırlasınlar. Məsələn, çox pul qazanan, təbii ki, bu bir missiya olması şübhə altındadır. İnsanın çox pul qazanmağı özünə missiya kimi təyin etməsi. Və yaxud da çox hörmət edən,
çox yardım göstərən və yaxud da insanlara psixoloji dəstək olan, problemlərimizi aradan qaldıran necə bir insan kimi sizi xatırlamaqlarını istəyirsiniz. Bax, bu yöndə düşünəndə insan artıq öz missiyasına bir addım belə çatmış olur. Yəni, öz daxilinizdəki ehtiyaca əsasən sizin missiyanız formalaşır. Siz bu sualın üzərində düşünsəniz, ağlınıza ilk gələn fikirlər sizin missiyanızı tapmaqda sizə dəstək olur. Və dördüncü, ən əsas sual, əgər mənim işlədiyim bir sahədə pul olmasaydı və yaxud da mənim bütün maddi ehtiyaclarım qarşılansaydı, mən nə işlə məşğul olardım? Mən yenə də öz həyatımdan bir nümunə çəkəcəm. Hansı ki, universitet dönəmində bakalavr təhsili alanda, daha doğrusu magistratura təhsili alanda mənim pul ehtiyacım çox idi. Yəni, pul ehtiyacını da təbii ki, psixologiya elmindən qazanmaq o dövr üçün deyərdim ki, mümkün deyil. Çünki sən təzə tələbə olmusan, çox insan səni tanımır və güvənmir. Yavaş-yavaş başlayırdım. Müraciət edənlər də olurdu. Amma sənin aylıq gəlirini qarşılayacaq dərəcədə danışanların olmur, təəssüf ki. Bu acı bir reallıqdır bizim ölkəmizdə. Amma bir məsələ var ki, pulun olmaması, oradan gəlirin gəlməməsi heç vaxt məni motivasiyadan salmayıb. Əksinə daha çox motivasiya edib ki, mən bu elmi daha çox öyrənməliyəm. İnsanlara daha çox fayda verməliyəm və müraciət edənlərdə də əsas baxış bucağım pul istiqamətində olmayıb. Bu insanın problemini mən həll edə bilərəm, yoxsa yox. Və müraciət edən şəxslərdə yaranan problemləri gördükcə mən daha çox oxuyurdum, daha çox araşdırırdım ki, bunu ən tez hansı üsulla həll etmək olar. Və siz də özünüzə belə bir sual verin. Pul üçün işləmək pis bir şey deyil. Çünki bizim həyatda qalmağımız üçün pul bizim üçün vacibdir. Amma pul olmasaydı və yaxud da sizin maddi qazanc əldə etdiyiniz sahə bir yana, özünüz əlavə olaraq nə ilə məşğul olmaq istəyərdiniz? Və bir digər sual mənə görə budur ki, mənim həyatımda yaşadığım hansı çətinlik başqasına faydalı ola bilər? Uğurlu insanların həyat hekayəsini dinləyəndə, yəni öz missiyasını tapmış insanların, əksər hallarda bunu müşahidə etmişəm ki, bu insan öz həyatında bir çətinlik yaşayıb və bu çətinlikdən yola çıxaraq başqalarına köməklik göstərib, dünyaya, cəmiyyətə bir xeyir, bir fayda verib. Yəni, mən də öz həyatımda psixoloji çətinliklərlə üzləşən biri olmuşam və bu çətinliklərdən ilk növbədə özümü xilas etmişəm və düşünmüşəm ki, bu yolda, bu istiqamətdə başqalarına da dəstək ola bilərəm. Siz də öz həyatınızda yaşadığınız çətinlik ola bilər. Ola bilər ki, siz çox dərin münasibət problemi yaşamısınız. Və münasibət problemi yaşadığınız üçün orada bütün hissləri təyin edə bilirsiniz. Bir insanın yaşadığı hisslər, beynindən keçən düşüncələr, bunların hamısını təcrübə eləmisiniz. Siz yaxşı yaşam koçu və yaxud da münasibət koçu ola bilərsiniz. Deməli, mən bir xanım tanıyırdım. Xanım yeniyetməlik dövründən bədəni ilə bağlı kompleks yaşayıb və geyim seçməkdə çətinlik çəkib. İş o yerə gəlib ki, xanım geyimlərlə bağlı nə qədər araşdırmalar edib, hansı bədən quruluşuna, hansı geyimlər daha yaxşı yaraşır, hansı rənglər üst-üstə düşür. Bunlarla bağlı o qədər araşdırma eləmişdi. Bir müddətdən sonra xanım özünün geyim biznesini qurdu. Yəni, təsəvvür edə bilirsiniz, xanımın yeniyetməlik dövründə qazandığı bir dırnaqarası travma onun gələcək missiyasını təyin etməkdə ona köməklik göstərib. Və yaxud da üzü ilə bağlı problemi olan bir xanım dərisi ilə bağlı yetərincə araşdırmalar edir və dəriyə qulluğun bütün sirlərini demək olar ki, öyrənir. Bununla bağlı müəyyən müddətdən sonra kurslara gedir, bəlkə təhsil alır. Ondan sonra kosmetoloq olur və yaxud da dərisinə daha yaxşı necə qulluq edə bilərik, bununla bağlı tövsiyələr verir. Yəni, bunu deməkdə məqsədim o deyil ki, biz hansısa bir sahəni biraz araşdırıb gedib o sahə üzrə peşəkar ola bilərik. Yox, sadəcə bu bizim yola çıxmağımız üçün bir vasitə ola bilər. Siz də həyatınıza baxın, görün nədə çətinlik çəkirsiniz, həyatınızda sizə nə maraqlı gəlir, ümumiyyətlə nə ilə bağlı araşdırmalar edirsiniz və yaxud da mən sağlam qidalanmağı çox sevirəm və gələcəkdə düşünürəm ki, sağlam qidalanmaqla bağlı mümkün olsa əgər, təhsil ala bilərəm və bu istiqamətli insanlara dəstək göstərə bilərəm və ya sağlamlıq psixologiyanı birləşdirib hansısa yeni bir sahə yaradaraq insanlara bunu təklif edə bilərəm. Psixologiyamız və qidalanmağımızla. Və son olaraq bir şey də qeyd edim ki, siz əgər öz həyat missiyanızı hələ də təyin etməmisinizsə və düşünürsünüzsə ki, onu təyin etmək üçün mən çox əmək göstərməliyəm, burada yanılırsınız. Həyat missiyanızı təyin etmək bir günün işi deyil. Bəzən olur ki, insan illərlə bu haqda düşünür, amma 30'lu, 40'lı yaşlarında həyat missiyasını təyin edir. Həyat missiyasını tapmaq, yaşayaraq, öyrənərək, özünü kəşf edərək, nə istədiyini görərək, özünü nə həyəcanlandırdığını, nədən sevinç duyduğunu
müşahidə edərək əldə edilən bir şeydir. Siz də əgər öz həyat missiyanızı təyin etmisinizsə, bunu aşağıda qeyd edə bilərsiniz. Əgər təyin etməmisinizsə, hələ də axtarışdasınızsa, onu qeyd edim ki, tək deyilsiniz və zamanla özünüzü müşahidə edərək, bu səhifəni izləyərək öz həyat missiyanızı tapacaqsınız. Videonu bura qədər izləyənlərə xüsusi bir təşəkkür edirəm, çünki axıra qədər səbirlə dinləyirlər. Videonu bəyənməyi, kanala abunə olmağı, əgər uyğundursa, videonu dostlarınla və yaxın bildiyin şəxslərlə bölüşməyi unutma. Növbəti videolarda görüşərik. Hələlik!